Dəvənin yəsinin dalayıcan. Gəlir, görür onu, deyir, al bu 60 dirhəm sənin. Dəvəni satdım, bu da sənin pulun. Qayıdır gəlir. Peyğəmbərlə görüşürlər. Hər ikisinin canına fəda olaq. Peyğəmbərlə görüşürlər. Peyğəmbər baxır ağıya, görür ki, vəziyyət yaxşıdır. Deyir ki, nə olub ya Əli? Hadisəni danışır. Peyğəmbər gülümsüyür, deyir, ya Əli, o dəvəni sənə satanla səndən dəvəni yalanı tanıdın, heç bildin olar kimdir? Dedi, ya Rəsulallah, kim idi? Dedi, o dəvəni sənə satan Cənab-ı Cəbrail idi. Dəvəni səndən alanda Cənab-ı Mikail idi. Bəs bilmirsən ki, Allah Qur'an-ı Kərimdə buyurur, mən cəə bil həsənə fələhu əşrə əmthaliha. Hər kəs bir versə 10 verər, verdiyin 60 dirhəmin əvəzi idi. 6 dirhəmin əvəzi idi 60 dirhəm. Nə gözəl, nə şirin həyat yaşayıblar. Amma belə bir insanlara qıydılar. Belə bir insanın canına qıydılar. İstər Əli əleyhissalam olsun, istər xanım Zəhra olsun, bir yaşadılar. Şirin həyat keçirtdilər. Bütün ümmətə nümunə ola biləcək